Bağışlayan və mehriban Allahın adı ilə. Əbdüləzim Həsəni İmam Rıza əleyhissalamın ona belə buyurduğunu nəql edir. Ey Əbdüləzim, salamımı dostlarıma çatdır və onlara belə de. Şeytanın şərrini özlərindən uzaq etsinlər. Düz danışan və əmanətdar olsunlar. Yersiz və faydasız mövzularda sükut etsinlər. Yersiz mübahisə etməsinlər. Bir-birlərinin çətin günlərində bir-birinə kömək etsinlər. Bu işləri ilə mənə yaxınlaşacaqlar. Bir-birlərinin abırlarını aparmasınlar. Çünki mən özümlə əhd bağlamışam ki, kim bizim tərəfdarlarımızdan birinin abrını aparıb onu narahat edərsə, Allahdan istəyəcəm ki, dünyada onu cəzalandırsın. Ahirətdə də xəsarət görənlərdən və ziyankarlardan olsun. Həmçinin onlara xatırlat. Allah doğru və düzgün iş görənlərin pis əməllərini bağışlayacaq. Amma müşrik olan və bizim dostlarımızı incidən və barələrində pis fikirdə olan biri mütləq Allah tərəfindən əzab olunacaqdır. Yalnız pis işindən əl götürüb tövbə edənlərdən başqa. Əgər pis işindən əl götürsələr, Allah onları bağışlayar. Amma əgər pis işlərinə davam etsələr, Allah imanı qəlblərindən çıxaracaq. Və biz əhl-i beytin məhəbbəti onların halına şamil olmayacaq. Mən belə şəxslərdən Allaha pənah aparıram. Muhammed ibn Muhammed Mufid, İxtisas, cild 1, səhifə 247.